Pambıq kimi yumuşaq, ağızda əriyən, uşaqdan böyüyə hər kəsin çox sevəcəyi bir tort resepti ilə gəlmişəm. İlk öncə qaba 4 stəkan un, 2 xörək qaşığı kakao, 1 çay qaşığı soda və 1 paket vanil əlavə edib qarışdırıb kənara yerləşdirirsiniz. Tortu bişirərkən istifadə etdiyim bütün ərzaqları isə Almarketdən aldım. Yolumuz dünən Gəncəyə düşmüşdü, elə yaxınlıqdakı Almarketdən də alış-veriş etdik. Həm evdə bitən bir çox ərzaqları aldıq, həm endirimlərdən yararlandıq, həm də ki kampaniyaya qoşulduq. Bilirsiniz ki, Almarketdən hər hansı 10 AZN siyəzən məhsulu aldıqda bir şans qazanırsınız. Artıq son tirajdayıq. Çanqan və digər dəyərli hədiyyələri qazanmaq üçün son qoşulma tarixi 7 maydır. Siz də şansınızı qaçırmayın. Almarketə gedin, elə qazananlardan biri də siz olun. Bunu kənara yerləşdirdikdən sonra içərisinin qarışımı üçün sizə lazımdır 4 ədəd yumurta, 1 stəkan şəkər tozu, 50 qram kərə yağı, 3 xörək qaşığı mürəbbə şirəsi və ya bal. Mən elə mürəbbə şirəsi ilə etdim. Qarışımımızı buxarda bir qədər əritdikdən sonra xəmirimizi yoğururuq. Ələ yapışmayan bir xəmir alınır. Mən xəmiri 8 hissəyə böldüm. Siz istəsəniz 6 hissəyə də bölə bilərsiniz. Kündələri də hazırladıqdan sonra yağlı kağızın üzərində yayıram. Xəmirin kənarlarına forma verdikdən sonra sobada qabarmasın deyə çəngəlləyirəm. Və bu qaydada bütün yuxaları bişirib hazır edirəm. Tortumuzun kremini necə hazırladım onu da ayrıca paylaşacağım. Siz hələ bu resepti yaddaşa verib elə günü sabahda hazırlayın. İnanın mənə uşaqdan böyüyə hər kəs sevəcək. Bilmirəm sizə dadını mı deyim, yoxsa pambıq kimi yumuşaqlığını mı? Ən yaxşısı elə özünüz hazırlayın, nəticəni sonda görəcəksiniz. Bugünlük məndən bu qədər. Göz haqqınızı halal edib videonda yaddaşa verməyi unutmayın.